Həyatın dadlı dərsləri qədim Azərbaycanın gözəl və səmimi kəndlərindən biri olan Səfalı kəndində həyat, minilliklər boyu ötən ənənələrin, ataların hikmətinin və təbiətin ölümsüz sirlərinin birləşdiyi, qəlblərdə dərin izlər buraxan bir roman kimi davam edirdi. Səfalı kəndi, dağların ətəyində, meşələrin sərinliyində və axan çayların kəskin sədası arasında həm fiziki, həm də ruhani varlığın və dərin hisslərin mərkəzi idi. Burada hər daşın, hər yarpağın və hər quşun ötdüyü səs həyatın acı-şirin ziddiyyətlərini, kədərin və sevincin ahəngini pıçıldayırdı. Kəndin sakinləri sadə və dürüst insanlardı. Hər kəs atalarının öyrətdiyi dəyərləri, sevginin, mərhəməti və qüruru qəlbində daşıyır, gələcəyin ümid dolu səhifələrini yazmaq üçün keçmişin dərslərindən ilham alırdı. Bu insanlardan biri də gənc və çalışqan Elvin idi. Elvin uşaqlıqdan bəri Səfalı kəndinin dar daş yollarında, köhnə evlərin divarlarında və təbiətin sükutunda böyümüş, atası İsmail bəyin öyrətdiyi həyat böyük bir roman kimidir. Hər səhifəsində dərs və ümid varə sözlərini qəlbində saxlamışdı. O, atası ilə birlikdə kəndin ənənələrinə sadiq qalan, lakin zamanın gətirdiyi yeniliklərlə də barışan bir insan idi. Atası İsmail bəy illərin ağırlığını üzündə daşıyan, amma qəlbində yenə də sevgi və mərhəmət işığı yandıran bir şəxs idi. O, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə keçmişin qəhrəman dastanlarını, torpağın sirlərini və həyatın çətinlikləri ilə necə mübarizə aparmağın vacibliyini danışardı. İsmail bəyin səsini eşidən Elvin hər dəfə bu sözlərdə öz həyatının mənasını tapır, qəlbində dərin inam və ümid doğurdu. Elvinin ən böyük mirası atası ilə ona ötürdüyü ənənələrdən başqa, kəndin mərkəzində yerləşən kiçik, lakin çox sevilən Şirin Dəfnə adlı kiçik çörəkxananın idarəçiliyi idi. Bu çörəkxana illərlə Səfalı kəndində sadəcə ənənəvi çörək və plov bişirən bir yer deyildi. Orada xüsusi bir reseptlə hazırlanan və hər kəsin dilində koke olaraq adlandırılan dadlı şirinlər də hazırlanırdı. Bu koke, kəndin ənənələrinin və müasir zövqlərin gözəl bir sintezi idi. Atalarımızın toxuduğu naxışlar, yerli bal və badamın, təzə un və südün birləşməsi ilə ortaya çıxan bu şirinlər, hər bir dişləmədə keçmişin xoş xatirələrini, sevginin və ümidin dadını hiss etdirmək üçün yaradılmışdı. Elvin üçün koke yalnız ləzzətli bir şirniyyat deyildi, o, bu koke vasitəsilə həm atalarının sirlərini, həm də kəndin gələcəyinə olan inamını simvolizə edirdi. Hər səhər günəşin qızılı şüaları ilə başlayan iş günü, Elvin çörəkxananı açmazdan əvvəl o sehirli resepti diqqətlə yoxlayar, hər maddənin, yerli badamın, ballı unun, təzə südün, vəhşi təbiətin və kəndin səmimi havasının izlərini özündə daşıdığını hiss edərdi. Həmin an o, həyatın nə qədər incə, dərin və eyni zamanda möcüzəvi olduğunu başa düşərdi. Bir bahar səhəri, çiçəklərin açdığı, quşların nəğmələrinin kəndin hər küncünü bəzədiyi o gözəl vaxtda, Elvinin çörəkxanasının qapısı kədərli, amma ümid dolu bir gənc qız tərəfindən döyüldü. Qapını açan Elvinin gözləri, qarşısında dayanan Nigar adlı bu gənc qıza ilişdi. Nigar, Səfalı kəndinin ən gözəl qızlarından biri idi. Onun saçları günəş şüaları kimi parıldayır, gözlərində isə keçmişin dərin sirlərini, gələcəyin ümid dolu arzularını əks etdirirdi. İlk dəfə gözləri üst-üstə gəldikdə, sanki iki ürək, illərin uzaq xatirələrindən doğan, unudulmuş arzuları və itirilmiş sevincləri yenidən tapmaq üçün bir-birinə yönəldi. Nigarın incə gülümsəməsi, Elvinin qəlbində bir istilik, bəlkə də bir sevgi toxunuşu yaratdı. Elvin qapını açdığı andan etibarən Nigarın gəlişi ilə çörəkxananın içində yeni bir ruhun başladığını hiss etdi. O, ona təzə bişmiş kokerlərdən birini təqdim edərək, bu koker atalarımızın ən qədim reseptindən gəlir. Onun dadı həyatın hər çətinliyinin öhdəsindən gəlmək üçün lazım olan ümidin və sevginin dadıdır, deyərək səmimi və dərindən gələn sözlər söylədi. Nigar isə kokerlərin dadını dişləyərkən gözlərində sevinç və hüzurla qarışıq bir parıltı gördü və hər bir ləzzət, sanki həyatın bütün acı şirin xatirələrini özündə birləşdirir, deyə cavab verdi. Günlər keçdikcə Elvin və Nigar arasında yaranan əlaqə, Səfalı kəndinin dar daş yollarında, yaşlı ağacların kölgəsində və çörəkxananın isti atmosferində dərinləşdi. Hər gün birlikdə kokerlərin hazırlanmasına, ənənəvi reseptlərin qorunmasına və ataların öyrətdiyi dəyərlərin gənc nəsilə ötürülməsinə can atırdılar. Elvin, bu kokerlər yalnız şirin bir ləzzət deyil, həm də hər birimizin qəlbində yanan ümidin və sevginin simvoludur. Onları dişlədikcə keçmişin izlərini və gələcəyin ümidini hiss edirik, deyərək öz sözlərində dərin fəlsəfi mənalar ifadə edirdi. Nigar isə həyat təkcə çətinliklərdən ibarət deyil, hər acının ardında gizlənən ümid, hər kədərin içindəki sevgi bizim bu kokerlərdə toplanır.
Biz bu dadlı ənənəni yaşatdıqca həyatın hər səhifəsində sevgi və inamı tapacağı cavab verirdi. Kənddəki insanlar Elvinin çörəkxanasında hazırlanan kokerlərin dadını duyduqca onların yalnız ləzzət deyil, həm də mənəvi dəyər daşıdığını başa düşürdülər. Hər kəs bu koker vasitəsilə keçmişlə gələcək arasında bir körpü qurduğunu, həyatın acı və şirin tərəflərinin bir araya gəldiyi o möcüzəvi ləzzəti paylaşırdı. Səfalı kəndinin böyük yaşlıları bu kokerlər atalarımızın qəlbində yanan işığın və sevginin əbədi simvoludur. Hər dişləmədə həyatın dərsinin, ümidin və mərhəmətin dəyərini hiss edirik, deyərək gənclərə və yaşlılara öyrədici sözlər söyləyirdilər. Amma həyat Tolstoyun romanlarında təsvir olunan kimi hər zaman sakitlik və sülh içində keçmirdi. Bir gün kəndə qəfil gələn sərt qış soyuğu, məhsulun məhv olması, çayın donması və təbiətin sərt reallıqları kənd sakinlərini sarsıtdı. Kəndin dar yollarında və tarlalarında hər şey soyuq və kədərli görünürdü. İnsanlar uzun qış günlərində həyatın çətinliyini və gələcək üçün ümidin necə sönə biləcəyini düşünürdülər. Elvin çörəkxanasını açdıqda qapıdan içəriyə soyuq küləklərin və kədərin səsi gəlirdi, lakin o inamını itirmədən kokerləri hazırlamağa davam etdi. O, atası İsmail bəyin öyrətdiyi kimi, hər bir soyuq qışın ardında baharın ümid dolu isti günləri var, deyə düşünərək hər kəsə isti kokerlər paylamağa başladı. Nigar da bu qaranlıq günlərdə insanlara yardım etmək üçün əlindən gələni edirdi. O, yalnız çörəkxanasında hazırlanan kokerlərin ləzzətini paylaşmaqla kifayətlənməyib, həm də kəndin ən ehtiyacı olan insanlarına isti çay və quru yeməklər gətirirdi. Onun mərhəmətli davranışları kəndin hər küncündə ümid işığını bir daha alovlandırdı. Hər kəs Elvin və Nigarın göstərdiyi səmimi yardımlaşma və sevgini görüb bir-birinə dəstək olmaq üçün daha da sıx əlaqələr qurmağa başladı. Kəndin soyuq günləri keçdikcə insanlar öz həyatlarına yenidən inamla baxmağa başladılar. Ataların öyrətdiyi ənənələr, keçmişin hikməti və gələcəyin ümid dolu arzuları Səfalı kəndinin hər küncündə yenidən canlandı. Elvinin çörəkxanası, kokerlərin ləzzəti ilə yanaşı, insanlara sevginin, mərhəməti və ümidin sarsılmaz gücünü simvolizə edirdi. Hər bir dişləmədə həyatın acı və şirin tərəfləri, insan qəlbinin dərinliyində yanan işığın, sevginin və inamın təcəssümü özünü göstərirdi. Beləcə, Səfalı kəndində kokerlərin dadı yalnız mətbəxdə hazırlanan bir şirniyyət kimi deyil, həm də insanların qəlbində əbədi iz buraxan, keçmişlə gələcək arasında bir körpü yaradan dərin bir simvola çevrildi. Elvin və Nigar hər bir gün atalarının öyrətdiyi dəyərləri, təbiətin gözəlliyini və insan ruhunun dərin sirlərini bir araya gətirərək öz aralarında və bütün kənd arasında sarsılmaz bir sevgi və ümid bağı qurdu. Onların hekayəsi Tolstoyun romanlarında təsvir olunan kimi hər kəsin həyatında dərin izlər buraxan, həm acıların, həm də sevinclərin bir araya gəldiyi böyük bir roman idi. Günlər, illər üst-üstə gəlib keçdikcə Səfalı kəndindəki hər kəs kokerlərin, Elvinin və Nigarın göstərdiyi səmimi sevgisinin və yardımlaşmanın əhəmiyyətini unutmadan öz həyat hekayələrini sevgi və inamla yazmağa davam etdi. Hər bir səhər günəşin qızılı şüaları ilə başlayan, hər bir axşam ulduzların səmasını bəzəyən o sakit gecələrdə kənd sakinləri atalarının hikmətini və keçmişin dərslərini yad edərək gələcəyə ümidlə baxır, həyatın hər anını dərin mənalarla qiymətləndirirdilər. Beləliklə, Koker və həyatın dadlı dərsləri adlı bu dastan Səfalı kəndinin dardaş yollarında, köhnə evlərin divarlarında, çörəkxanasının isti atmosferində və ən əsası, hər bir Kokerdə öz əbədi izini qoyaraq, nəsillər boyu danışılacaq bir nağıl kimi yaşadı. İnsanlar bilirdilər ki, həyatın hər çətinliyi, hər kədəri, nə qədər qaranlıq olsa da, sevgi və ümidin işığı ilə aşılır və hər bir Koker bu sarsılmaz inamın, mərhəmətin və ataların öyrətdiyi ənənələrin dadını daşıyır. Bu nağıl yalnız Səfalı kəndinin və orada yaşayan insanların hekayəsi deyildi, o, bütün insanlığın ürəyində, həyatın hər anında doğan dərin eşq, mərhəmət və inamın təcəssümü idi. Hər kəs keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını qəlbində saxlayaraq öz nağıllarını yazır, hər acının ardında gizlənən işığı tapırdı. Beləcə, Elvinin çörəkxanasında hazırlanan kokerlərin dadı insanlara sevgi və ümidin nə qədər dəyərli olduğunu, hər çətinliyin öhdəsindən gəlmək üçün qəlbdə yanan işığın sönməz olduğunu bir daha xatırlatdı. İndi də Səfalı kəndinin dardaş yollarında, palıd ağaclarının sərin kölgəsində və çörəkxanasının isti qoxusu arasında hər kəs bilirdi ki, həyat böyük bir roman kimidir, hər səhifəsində dərs, hər sətirində ümid var. Bu nağıl, ataların vəfat etmiş səsinin, təbiətin incə sirlərini və gənclərin sarsılmaz inamını özündə birləşdirərək, gələcək nəsillərə sevgi, mərhəmət və ümidin ölməz gücünü öyrətdi.
Beləliklə, Kookey və Həyatın Dadlı Dərsləri adlı dastan Səfalı kəndinin ürəyində, hər bir kookeydə, hər bir qoxuda və hər bir gülümsəmədə öz əbədi izini buraxaraq nəsildən nəslə ötürüldü. Hər kəs bu nağıldan ilham alaraq öz həyat hekayələrini sevgi və inamla yazmağa davam etdi, çünki bilirdilər ki, hər bir şirin ləzzət, həyatın acı və şirin tərəflərinin, kədər və sevincin bir araya gəldiyi böyük romanın kiçik, lakin qiymətli bir hissəsidir. Bu, Səfalı kəndində ataların hikmətinin və gələcəyin ümidinin, kookeylərin dadında və insan qəlbinin dərinliyində birləşdiyi, hər kəsin həyatında dərin izlər buraxan bir nağıldır. Hər birimiz həyatın çətinlikləri qarşısında sevgi ilə, mərhəmətlə və ümidlə irəliləyir. Hər acı anın ardında gizlənən işığı tapırıq. Çünki həyat, böyük Tolstoy romanlarında olduğu kimi, sonsuz bir dərinliyə malikdir və biz bu romanın səhifələrini özümüz yazırıq.